Aprelin 16-sında Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin Dünya Hərb Sənətinin Nadir Şah Zirvəsi kitabının təqdimat mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada yaradılan akademik Yaqub Mahmudovun kitablarından ibarət fond oxuculara təqdim edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın elmi əhəmiyyətini qeyd edib. O, ictimaiyyətə təqdim olunan bu əsərdə arxiv materiallarına və mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair mühüm faktların oxuculara çatdırıldığını söyləyib. AMIA rəhbəri həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində dövlətçilik tariximizə sistemli şəkildə qayıdış baş vermiş, tarixi şəxsiyyətlərimizin elmi əsaslarla yenidən qiymətləndirilməsi prosesi başlanmışdır. Bu mərhələdə Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş tarix şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsinə qeyd olunması mühüm ənənəyə çevrilmişdir. Müstəqillik illərində tarixi şəxsiyyətlərin irsinin sistemli şəkildə öyrənilməsi və cəmiyyətə təqdim olunması istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və yüksək səviyyədə davam etdirilmişdir deyən AMIA rəhbəri, son illərdə İmadəddin Nəsimiyli, Nizami Gəncəviyli, Heydər Əliyevlinin elan olunmasının müstəqil Azərbaycanın müasir inkişaf mərhələsində dövlət başçısının milli mənəvi dəyərlərə və tarixi şəxsiyyətlərin irsinə göstərdiyi xüsusi diqqət və qayğının aydın ifadəsi olduğunu diqqətə çatdırıb. Sonra AMIA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Güntəkin Nəcəfli çıxış edərək nəşrin məziyyətlərindən danışıb. Kitabı mühüm elmi tarixi hadisə kimi yüksək dəyərləndirib. O, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir Şah şəxsiyyətinə qeyri-obyektiv yanaşıldığını və dahi sərkərdənin xidmətlərinin kiçildildiyini söyləyib. Sonda nəşrin həm müəllifi akademik Yaqub Mahmudov çıxış edərək tədbirin təşkilinə görə AMIA rəhbərliyinə, Mərkəzi Elmi Kitabxanasına və iştirakçılara təşəkkür edib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib. O, əsərin ərsəyə gəlmə prosesi barədə məlumat verərək bildirib ki, kitabın əsas üstünlüyü məhz ilkin mənbələrə və arxiv sənədlərinə söykənməsidir. Akademik Yaqub Mahmudov Mərkəzi Elmi Kitabxanada sərgilənən kitablarını yeni yaradılan akademik Yaqub Mahmudovun kitablarından ibarət fonda hədiyyə edib. Qeyd edək ki, 472 səhifəlik Dünya Hərb Sənətinin Nadir Şah Zirvəsi kitabının elmi redaktoru, tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri, Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Qocaqaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayevdir. Leyla Namiq qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.